Bugün sizə yeni nəsil cihazımız haqqında danışmaq istəyirəm. Nə cihazıdır bu və hansı prosedurlar eləmək olar bundan? Gəlin buradan danışacağıq. Burada görürsüz 2 dənə başlıqlarımız var. Bir başlığımız bədənimizdə qarındır, ayaqdır, but hissələrdir. Bunlar üçün rahat istifadə edəcəyimiz iri başlıqdır. Digər başlıq isə daha incə nahiyələri, yəni üzdür, sinədir, qollardır. Bunlar üçün istifadə etmək üçündür. Mən də sizə istifadə qaydasını da göstərəcəm. Bu hissələrdə mirvari başlıqlar görürsüz. Yəqin ki, xırda-xırda başlıqlarımız var. Masaj üçün istifadə bilirik bunu. Dəriyə lifting verir. Qırış olan dəriləri çox qəşəng toparlayır. Sağlamlıqları falan aradan qaldırır. İstifadə qaydası da çox rahatdır. Dəri seçəndən sonra istifadə qaydası da çox rahatdır. Biz dərimizdə bu qaydada xırda-xırda masajımızı edirik və dərimizin birinci seansdan sonra belə yığılmasını gözlə görə bilirik. Eyni qaydada mən sizə digər başlığımızın da istifadə qaydasını göstərəcəm. Burada da yenə də mirvari başlıqlarımızı görürsüz və eyni qaydada masaj edir dərini. Masaj edən zaman dərimizdə heç bir qızartı, heç bir yanıq effekti, neçə günəsə sağalsın deyə bir şeylər yoxdur. Cihazımızı kredit və nağd əldə edə bilərsiniz. Cihazla bağlı hər hansı sualınız varsa, orada gördüyünüz nömrə ilə əlaqə saxlayıb məlumat ala bilərsiniz.